Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırılıb. Bu barədə yanvarın 16-sında Prezident İlham Əliyev sərəncamı imzalayıb. Sərəncama əsasən Vəliyev işdən çıxarılıb. Bölgə TV Yeni Sabahı istinadən xəbər verir ki, Rauf Vəliyevin vəzifəsindən azad edilməsi ilə bağlı daha bir versiya 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus və birgə sahiblikdə olan ümumilikdə 5 gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalmasıdır. Həmin gəmilərdən ikisi birbaşa Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Daha 3 gəmi isə şirkətin birgə müəssisəsi olan CA Maritime Afseco vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb. Həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədi ilə apellyasiya müraciəti hazırlanıb. Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər. Rəna Rövşən qızı, Bölgə TV.